Hər vaxtınız xeyir əziz izləyicilər. Bu gün sizə mövsümi allergiyalardan danışmaq istəyirəm. Allergiyalar tibbdə biz adlandırırıq atopiyalar. Atopik allergiyaların içərisində dermatoloji cəhətdən atopik dermatitlər, övrə, ekzema əsasında bir allergik durum var. Bu kimi xəstəliklər durur. Həmçinin pollinozlar, allergik rinit, allergik konjunktivit, perioral dermatit. Bunlar hamısı allergik dərinin və orqanizmin allergik xəstəlikləri sırasındadır. Həmçinin bronxial astma, bu da bir allergik duruma bağlıdır. İndi artıq yaz fəslidir. Ağacların, kolların, müəyyən bitkilərin tozlanan vaxtıdır və əsasən bu atopik allergiyalar ən çox yaz-payız aylarında daha kəskinləşir, fəsli xarakter daşıyır. Mən sizə dəri tərəfdən olan problemlərdən danışmaq istəyirəm. Övrələr və allergik qıcıqlara bağlı, yenə deyirəm, müəyyən bir həm qidalar, həm tozlara qarşı digər dəri patologiyalarında sizin nəzərinizə çatdırmaq istəyirəm. İlk öncə oradan başlayaq ki, günəşin aktivləşməsi ilə allergik həssas insanlarda günəşə qarşı övrələr kəskinləşir və artıq dediyim kimi yaz fəslindəyik. Son günlərdə bu problemlə daha çox müraciətlər artıb. Deyərdim ki, günəşə allergiyası olan insanlara və yaxud da heç allergiyası olmasın, insanlara SPF kremlərin istifadəsini tövsiyə edirəm. Bu bir profilaktik məqsəddir və həmçinin allergiya dedikdə təbii ki, biz yaz aylarına bağlayırıq ağacların, bitkilərin tozlanmasını, amma burada allergik durumlarda qida faktoru, dərman faktoru var, müxtəlif kimyəvi vasitələrlə kontaktlar var. Yəni bütün bunları nəzərə almaq vacibdir. Dərinizdə hər hansı bir qaşınan, səpgilər, qızartılar, köpəkliklər varsa, bu allergik xəstəliklərə işarədir. Tövsiyəm odur ki, hər hansı bir qaşınma ilə müşahidə olunan dəri xəstəliyiniz varsa, mütləq şəkildə dermatoloqa müraciət etməlisiniz. Təbii ki, dermatologiyada həddən artıq sayda xəstəliklər var. Bunların da böyük bir əksəriyyəti qaşınma, qaşınan səpgilərlə müşahidə olunur və burada diaqnozu diferensiasiya edib diaqnozu dəqiqləşdirmək üçün mütləq dermatoloq mütəxəssislərin müayinəsi, həmçinin müraciət etdiyinizdə qanda müəyyən bir qan təhlilləri ilə bu allergik durumun səbəbləri araşdırılır və müvafiq uyğun müalicə təyin olunur.